Təkamül nəticəsində və milyonlarla il ərzində var olan və təkamül etməyə davam edən Onlar deyirlər ki, hər şey təsadüfdür. Yəni kainat təsadüfən yaranıb. Və müsadəfə, təsadüf. Ən birinci bilmək lazımdır ki, hər bir şeyin qaydası var. Hər bir şeyin usulu var. Hətta fəlsəfə olsa belə, hətta məntiq olsa belə, hətta küfr olsa belə. Görürsən, hansısa bir usul üzərindədir, hansısa bir qayda üzərindədir. Elə belə deyil. Və fəlsəfə əhli də onlar öz fikirlərini, mülhidlər, Allahı inkar edənlər, onlar öz fikirlərini hansısa bir əsaslar üzərində qurublar. Elə belə deyil. Onlar deyirlər ki, bəziləri deyir ki, hər şey təsadüfdür. Lakin təsadüf barədə qayda nədir? Hansı ki o qayda üzərində, hansı ki o usul üzərində biz yola çıxmalıyıq. Ən birinci bilmək lazımdır ki, təsadüf heç bir şeyə nizamlı şəkildə vücud verə bilməz. Heç bir şeyə nizamlı şəkildə vücud verə bilməz. Qayda belədir ki, əs-sadfətu la tucidu şeyən munazzamə. Təsadüf nizamlı şəkildə bir şeyi mövcud edə bilməz. Təsadüfən bir şey ola bilər, amma o nizamlı olmaz. Və nizam bir şeyin düzgün şəkildə, tərtibatlı şəkildə və ecazkar bir silsiləli şəkildə davam etməsi və nizam intizamda heç bir pozuntunun olmaması deməkdir. Və onların iddiası ki, dünya və kainat təsadüfən olub, bu qaydaya ziddir. Hansı ki o qayda üzərində ittifaq eləyib, kəlam əhli, fəlsəfə əhli. Qayda nədir? Təsadüf nizam intizamlı bir şey düzəltməz. Təsadüfən bir şey olar, dağılar, tökülər və ya düz olar. Amma həmişə təsadüf düz bir şey, nizamlı bir şey, tərtibli bir şey gətirə bilməz ortaya. Və yer üzərində nə qədər məxluqat var? Və qiyas elə bu məxluqatları bu təsadüf üzərində. Batil çıxır təsadüf iddiası. Çünki hər bir şey gözəl şəkildə tərtib olunur. Bu təsadüf deyil. Çünki qayda nədir? Təsadüf nizamlı, intizamlı bir şeyi mövcud edə bilməz. Məsələn, bir misal ki, hətta aydın olsun. Məsələn, sən 10 kağız parçası götür əlbə. Yəni, məsələn, 3 sm, 4 sm, 4 bucaqlı kiçik bir kağız parçası götür, 10 dənə. Sonra üstünə yaz 1, 2, yəni birinin üstünə 1, sonra 2, sonra 3, 10 dənə kiçik kağız parçası. Sonra onları qatışdır, tök cibivə və ya tök bir torbanın içinə. Sən nə qədər cəhd eləməlisən ki, nizamlı və tərtibli şəkildə 1, sonra 2, sonra 3, sonra 4, sonra 5, hətta ona qədər çıxsın və təsadüfən olsun bu. Mümkün deyil, dağınıq çıxacaq. 2, sonra 5, sonra 7.